Salam Əmlakçı kanalının izləyiciləri. Bugün sizinlə növbəti bir videonu paylaşıram. Bu videoda mən fərdi evlərin tikintisində mühüm məsələ olan bünövrənin atılmasında vacib məsələlərdən biri olan deməli diaqonalın tapılmasından danışacağım. Ustalar diaqonalın tutulması deyir ona. Deməli dostlar, təsəvvür edin ki, bax buradan digər tərəfə 4 metr, o tərəfdən bu tərəfə isə 5 metrdir. Mərzlər vurulub artıq künclərdə, iplə tutulubdur. Görürsünüz. Bir mərz, ikinci mərz bu tərəfdədir. Bu tərəfdə və arxada dördüncü tərəf. 4-ün 5-ə bir fərdi evin tikintisidir, təsəvvür eləyək. Bizə burada riyaziyyat kömək olur. Yəni diaqonalın tapılmasında, daha doğrusu həndəsə. Həndəsədən məşhur Pifaqor teoremi var. Düzbucaqlı üçbucağın katetlərinin kvadratlarının cəmi hipotenuzun kvadratının cəminə bərabərdir. Yəni nə deməkdir? 4-ün kvadratı eləyir 16, 5-in kvadratı eləyir 25, hər ikisinin cəmi eləyir 41, 41-i də kök altına alanda bizə diaqonal verməlidir 6/4. 6/4, digər tərəfdən də bu tərəfə 6/4. Bunu dedim, biləsiniz ki, yəni riyaziyyat, həndəsə bizə bütün ömrümüz boyu lazım olur. Ona görə riyaziyyatı, həndəsəni yaxşı öyrənmək lazımdır. Tikintidə isə diaqonalın tutulması vacib məsələlərdən biridir. Uğurlar.